Danış da sonra deyirsən, mənə növbə vermirsən. Başlayalım. Bugünkü mövzumuz manipulyasiyadır. İnsanların, gənclərin, yaşlıların ən çox qarşılaşdığı hal olan manipulyasiya haqqında danışacağıq və özümüzün də elədiyimiz manipulyasiyalardan danışacağıq. Buyur Kənan, ən çox məruz qaldığın manipulyasiya halı və manipulyasiyanı eləyən şəxs. Ən çox manipulyasiya qaldığım an, durum. Belə yəni bizə məsələn manipulyasiya deyiləndə ağlımıza çox utopik şeylər gəlir əslində. Ancaq manipulyasiya o qədər çox var ki həyatımızda. İş yerimizdə, dost çevrəmizdə, ailə həyatımızda. Belə deyim də, əslində manipulyasiya yaxşı və ya pis də demək olur. Çünki məsələn manipulyasiya sadəcə bir vasitədir. Yəni bunun istifadə edənin niyyətidir burada önəmli olan. Yəni manipulyasiyanın da növləri var ki, belə deyim, sizin duyğularınızdan istifadə edirlər. Təkrarlanan manipulyasiya var ki. Gözdən düşdü. Təkrarlanan manipulyasiya var ki, bir şeyi təkrar elətdirirlər və siz artıq bunu sorğulamırsınız, deyirsiniz ki, bu belədir. Yəni hərəsi bir formada həyatımızda var. Ona görə mən konkret bir formada deyə bilmərəm ki, ən çox manipulyasiya olduğum hal hansıdır. Məsələn, elə olur ki, duyğuların manipulyasiyasından danışaq. Kimsə gəlirsən, duyğularından istifadə edir, özün yazıq göstərir və s. Təkrarlanan həyat, məsələn, gedirsən işə hər gün, gəlirsən və artıq o qədər təkrarlanır ki, sən heç çox soruşmursan ki, mən bu maaşa, bu yerdə nə gəzirəm? Yəni, belə müxtəlif şeylər var. Ona görə xüsusilə həyatımda seçib deyə bilmərəm ki, mən filan manipulyasiya, filan şəxs tərəfindən məruz qalmışam. Yəni, bizə çox məsələn elə gəlir ki, məsələn, necə deyim, qırmızı fil kimi bir şey gəlir də, məsələn, qırmızı fil çox redki, bəlkə heç görünməyən bir şey. Fil yəni fil hiss eləmək. Fil, bildiyimiz fil, bu xortumu olan fil. Məsələn də görsək o şeyi yadımızda qalar, o anı heç vaxt unutmarım. Fil atma. Yəni də belə xüsusi halları görəndə, məsələn də heç vaxt yadımızdan çıxmazlar. Kimsə qırmızı fil görsə deyər ki, mən Afrikaya getmişdim, filan ağacın yanında, hər şey o detallarla beyin yaddaşa vurur. Ancaq bu belə deyil də, manipulyasiya artıq həyatımızda elə bir mövqeydədir ki, hər an rastlaşırıq, bilərək, bilmədən və hətta özümüz belə bilmədən deyirik. Məsələn, tutaq ki, gedirsən, nəsə almağa gedirsən, satıcı başlayır tez-tez danışmağa və o heç özü də bilmir ki, sənə o an manipulyasiya edir. Ancaq o an manipulyasiyadan istifadə edir. Çünki özümüz də istifadə edirik. Çünki belə bir söz var, biz həyat məktəbindən məzunum. O həyat məktəbində dərsliklərdə 2004-də bugün filan mövzu yoxdur. Manipulyasiyanı öyrənmişik nə vaxtsa və bilmirik nə vaxt öyrənmişik. Ancaq bizdə var, hamımızda var. Ümumiyyətlə, belə bir şey var ki, səhər yuxudan durandan gecə yatana qədər manipulyasiya olunuruq. Kim nə qədər desə ki, mən koçam, manipülator nə idi? Motivatoram, nə bilim, mən müəlliməm. Həyat məktəbindən 3 dəfə məzun olmuşam. İnsan sarrafıyım. Hayat Üniversitesi'nde 2 kere bitirdim diyebilirim. Hər insanın zəif yeri və anı var. Hər insan manipulyasiya olunur. Ailə tərəfindən, sevgilisi tərəfindən, müdürü tərəfindən, sistem tərəfindən. Sistem deyəndə ki, təkcə dövlət, kapitalizm, nə bilim, digər sistemlər nəzərdə tutulmur. Hər bir insan nəzərdə tutulur. Xırda bir misal verim. Tutalım ki, ən çox Azərbaycanda istifadə olunan yalanlardan biri. Məni almasan, xalan oğlu məni alacaq. Ən bəsit və ilkər manipulyasiyalardan biri. Və yaxud vətən üçün döyüş, vətən üçün gecə yatma, vətən üçün ged mənə ayaqqabımazı gətir. WhatsApp-ı niyə bağlamadıq? Vətən üçün ged mənə ayaqqabımazı gətir. Təbii ki, vətən üçün döyüşmək yaxşı bir şeydir. Amma öz istəklərini, özünə aid olan şeyləri, özünün xahişlərini, minnətlərini vətən adıyla insanlara sövq etmək
Yəni, bu ən böyük manipulyasiyadır. Bugün çox səhv söz dedim. Manipulyasiyadır. Yəni ki, ged mənə ayaqqabı mazı gətir. Şəxsən buna şahid olmuşam əsgərlikdə. Əsgər qaçaraq marş, mənə ayaqqabı mazı gətir. Nəyə görə sən mənim əsgərimsən, bunu vətən üçün eləyirsən. Çox xırdalıqlar var. Və yaxud da ki, münasibətlərdə, ailədə sən atanın üzünə niyə qayıdırsan? Yəni, ata adından istifadə edir, sənin fikrini qısıtlayır. Halbuki sən qayıtmırsan, sadəcə fikrini deyirsən. Tutalım ki, sən deyirsən ki, qatıq qaradır. Valideyn deyir, qatıq qaradır, sən deyirsən, yox, qatıq qara deyil. O dəqiqə valideyni hisslərindən istifadə edib, deyir ki, bəs qatıq qaradır, valideyn nə desə o. Ən böyük manipulyasiyalar bunlardır. Və yaxud da ki, iş yerində. Siz buradan çörək qazanırsınız. Halbuki sən oradan çörəyə öz puluna, öz gücünə qazanırsan. İşini görürsən, pulunu qazanırsan. Amma yəni manipulyasiya eləyib, sanki sən burada dilənirsənmiş kimi, burada işləməsən sən çörək tapmarsanmış kimi qələmə verirlər. Ən böyük manipulyasiyalardan biri də budur və çox təəssüf ki, buna biz qanırıq. Çox kütlə qanır. Məsələn, sən işdə xətalara yol verəndə sənin maaşından kəsirlər. Sənə xırda cəzalar verirlər. Amma sən işindən narazı olanda, işini əmək müfəttişliyinə verəndə işçilər arasında və yaxud da ki, rəhbərlik arasında belə bir söz gəlir. Sən çörək yediyin yerə xəyanət edirsən. Sən çörəyə iş verənsən, sən çörəyinə təpi atırsan. Axı, mən burada işləyirəm, uzun müddət işləyirəm. 5 dəqiqə gecikdiyim üçün sən mənə cəza verirsən. 5 dəqiqənin söhbətini eləyirsən. Yəni, yeni çayxana temasına gəldi. Sən 5 dəqiqənin söhbətini eləyirsən, amma mən 50 manatıma görə, 100 manatıma görə, məzuniyyət haqlarıma görə səni əmək müfəttişliyinə verə bilmirəm. Mən sənə cəza tətbiq eləyə bilmirəm. Amma sən mənə rahatlıqla cəzanı tətbiq eləyə bilirsən. Ən böyük manipulyasiyalardan biri də bax budur. Bir Azərbaycan gənci olaraq bütün yaşıdlarıma, bütün özümdən böyüklərə, balacalara məsləhət görürəm ki, belə durumlarda heç vaxt güzəştə getməsinlər. Bizi manipulyasiya eləyirlər, bizi aldadırlar. Məsələn, qısa-qısa danışım. Kənan da danışsın, keçən dəfə şikayət elədim. Bu bir Afrikalı qədər qısa oldu. Belə deyim də, bax. Qan kəsərik. Belə deyim ki, məsələn, hərbidən danışdın ki, hərbidə gedmə ayaqqabımızı gətir. Bu əslində bir növ sındırmaq deyirlər buna. Yəni, bu təkcə hərbidə yoxdur. Məsələn, bu aktyorluqda belə var. Məsələn, mənim aktyorluq oxuyan tanışım var, deyir, bizim bir nəfər dostumuz vardı. Bəlkə də özünə olunub, prosta utanıb bizə danışmağa da. Bir nəfər deyir, orada dostumuz var idi. Buna dedilər ki, striptiz rəqs eləməlisən. Yoxsa sən imtahandan keçə bilmirsən. Yəni, bu sırf sındırmaqdır, başa düşdün. Yəni, bu belə bir şeydir. Yəni, bunun başqa bir adı yoxdur. Sırf qaldı ki, manipulyasiya, deyirsən ki, hər yerdə, hər zaman. Yəni, sırf sən özünə qarşı bir şey eləyərək sən manipulyasiya elədiyi hallar yoxdur. Elə hallar var ki, sənin ətrafını yönləndirirlər və sən çevriyə görə artıq manipulyasiya olunmuş olursan. Məsələn, çevrəni dəyişirlər, olduğun mühiti dəyişirlər və sən də artıq çevrilməyə başlayırsan. Çox belə, necə deyim, güclü iradə sahibi olmalısan ki, öz fikirlərini arxasında durasan. Əlbəttə ki, düzgün fikirlərin, yəni belə, ay nə bilim, mən azad insan öldürə bilərəm kimi yox. Məsələn də düzgün fikirlərin olur ki, məsələn, mən azadam, filan seçimləri eləməkdə, şəxsi həyatımda azadam kimi şeyləri. Məsələn, hal-hazırda Azərbaycanda o şey yoxdur. Mentalitet deyilən bir şey var və sən şəxsi həyatında azad deyilsən. Heç vaxt. Geyimin, danışıq stillərinin, həyatının hər bir anı, yəni buna bağlıdır. Yəni, bayaq dediyin kimi, sən kimsən, atanın üzünə qayıdırsan, kimi şeylər var. Ancaq yenə deyirəm ki, düzdür, atanın üzünə qayıtmaq yaxşı hal deyil, ancaq atanın üzünə qayıtmaq, hər uşağın doğulmağına səbəbiyyət verən şəxs ata deyil. Bu çıqamsı karandaş yazıldı. Mizi hazır idi, qardaşım. Bu sırf bunu tutmaq
olmaq üçün var ki, o Teknologiya. qələm işlətdikcə kiçilir axı. Kiçilən qələmi işlətmək üçün var. Hə, belə Fərid, yəni. Mən təklif edirəm ki, bu dəqiqə səndən freestyle olaraq ən çox məruz qaldığımız manipulativ cümlələri qarşılıqlı şəkildə bir-birimizə deyək. Ötür-ötürlə. Düzdür, freestyle olaraq biraz çətin olacaq, amma mən inanıram ki, ağlımızın bir küncündə belə bir sözlər var. Məsəl üçün, birinci mən başlayayım. Axşam bazarda 10 manat ver götür. Və izah da eləyim ki, əslində bəlkə o Qiyməti olmalı. onun qiyməti bəlkə də 5 manatdır. Amma axşam bazarı olma ehtimalını göz önünə gətirir. Axşamın olmağını, yəni sənin də yorğun olmağını, mənim də yorğun olmağımı gözə gətirir və işi tezləşdirir. Və o dəqiqə deyir ki, axşam bazarıdır, götür 10 manat ver, götür. Və götürü də elə bir sürətli şəkildə deyir ki, elə bil ki, sən 10 manatı verməklə həm bir problemin həll olacaq, həm də sürətli bir şəkildə oradan getmiş olacaqsan. Sanki sən ona möhtacsan, Ay, sağ ol. olsan. İndi növbə səndədir, ağlına gəlirsə deyil. Nədir ki, bu sənin əlində 5 dəqiqə geçdi. Yəni, belə deyim də, bir nəfər, mən fotostudiyada işləyən vaxtı montajçı kimi bir nəfər rəhmətə gedib, bu insanın da şəkli var və səndən deyirlər ki, bu filan yerdə, filan kresloda otursun, ancaq bir səbəbə görə 50. Təsəvvürlə ki, sən internetdən əl tapırsan, ayaq tapırsan, onun kontrastı ilə, rəngləri ilə oynayırsan, yerləşdirməlisən də, onun bir stul tapırsan. Yəni, onu da ki, tapmaq çox çətin. Yəni, ruh qalır, ruhu da versən diriləcək. Yəni ki, rəhmətliyə durub desin ki, rəhmətliyi qəbirdən durğuzu belə otuzdurub şəklini çəkmək ondan daha asandır. Məsələn, deyirlər ki, 50 manat verəcək, bunu bir saata həll elə verdi, amma 50 manat verir, plus 1 saat istəyir. Yəni, təsəvvürlə Elon Musk'a deyirsən ki, gələ bu 500 mini bir dənə Mars'a dəyəcək. Elon Musk halbuki bəlkə Mars'a gedib çıxacaq texnologiya yoxdur. Yəni, əlindədir bunun elə, nə pulu odur, nə vaxtı odur. Mən də əlavə eləyim, eyni hallarla mən də rastlaşmışam. Yəni 2014-cü ildən bu yana elmişlər yazıram, 10 ilimi alıb hardasa və 10 ildə mən o qədər zülmlər çəkmişəm, o qədər əziyyətlər çəkmişəm. Adicə, məsəl üçün, türk dilində tərcümənin Yandexdə yaxşı olmağını və yaxud da ki, Google Translate sadəcə ingilis dilinin yaxşı eləməyi və yaxud da ki, rus dilinin Intellisoft adlı bir proqramda yaxşı tərcümə olunmağını 3 ilə mən tapmışam. Yoxlaya. Amma biri gəlir, deyir ki, 500 manat verirəm, bunu 3 günə həll elə. Halbuki, yəni, normalda o işin qiyməti 700 manatdır və 700 manat 5 aylıq proses üçün nəzərdə tutulur. Yəni, 3 günə onu sıxışdıranda rahat, yəni, bir 5 qatı, 10 qatı olmalıdır. Amma, yəni, bu qədər əməyə küçümsəyib deyir ki, 3 günə bunu yaz ver. Bu bilirsən necə bir şeydir, bax, məsələn, sən də qrafik dizaynersən, tutaq ki, mən də. Mən bir işi görürəm 100 manata, sən bir işi görürsən 20 manata. Sən çörək qazanmırsan, sən mənim çörəyimi götürürsən, yeyirsən. Yəni, bu həm də sənin öz sahəvə ziyandır. Yəni, sən bazarı öldürürsən. Yəni, ola bilər ki, sən acsan, sənin o pula ehtiyacın var, ancaq bu o demək deyil ki, sən gəlib mənim çörəyimi əlimdən alasan. Yəni, sən də o qiymətə qoymalısan, özünə bazar yığasan filan bəs məkan deyə. Yəni, süni qiymət azaltması filan eləmək lazımdır. Məsələn, sən deyirsən, deyir ki, 500 manat verirəm, bunu bir dənə elə. O işi o qədər 300 manat eləyib ki, elətdirib ki, o işi o qədər 300 manata, düzdür, ucuz ətində şorbası olmuyor. Gətirib sənə 500 manat verib və ağalıq eləyib ki, mən sənə onsuz da artıq pul verirəm, bunu elə. Eləyə bilərsən də yox, yəni mədəniyyət yoxdur. Yəni, bunu elə. Elə. Növbət məndədir. Növbəti bir manipulativ cümlə, ən çox istifadə olunan... Manipulyasiya elədim sən, mən əslində heç nə demədim. Dedin də. Yox. Demədin? Yox. Dedin. Demədim. Dedin gözünə. Montajda baxalım. Dedin də şey, bu sənin əlində nədir ki? Onu dedim. Sonra sən birini dedin. Mən demədim. Demədin sən? Yox, demədim. Yaxşı, demədim. Sənə demişdim, sən manipulyasiya. O tema var ya, ben bunu önceden düşündüğüm için kan zehir içmiştim.
Ya, indi növbə məndədir. Ən çox istifadə olunan və çox da effektiv olan, məni belə neçə dəfə manipulyasiya edən bir cümlə, əsasən iki forması var. Yəni iki fərqli şəkildə deyilir. Birinci forması odur ki, özün də savadlı olansan. İkinci tərəfi də odur ki, özün də universitet qurtarmış oğlansan. Yəni kimsə nəyisə sənə uzun müddət başa salır, halbuki başa saldığı şey sənin əleyhinədir. Və sən başa düşmürsən, başa düşməyi də istəmirsən, öz fikrini səsləndirməyə başlayırsan. Amma qarşı tərəf sənin universitet qurtardığını deyir və sən sanki başa düşməsən universitetin boşa gedir, havaya gedir, diplomunun heç bir əhəmiyyəti olmur. Elə bil ki, Ukraynada universitet bitirib gəlmirsən, burada diplomun təsdiqlənmir. Yəni sən bu dəqiqə bunu başa düşməsən, sən nə savadlısan, nə də universitet bitirmirsən. Çox təəssüf ki, mən buna dəfələrlə aldanmışam öz gəncliyimdə. Yəni çox təhlükəli cümlədir. Yəni sizin savadınız həmin situasiyada nəyisə başa düşməyə üçün, yəni meyar deyil. Başa düşməyə də bilərsiniz. Məsəl üçün, dükkanda adi bir haqq hesab söhbəti olub, tutalım ki, xırdanı sənə az qaytarıb. 2 dəfə, 3 dəfə başa salıb, halbuki özü səhvdir, özü səhv eləyib, amma görür ki, sən uje başa düşmürsən, ən çarəsiz momentdə qayıdır, deyir ki, özün də savadlı oğlansan, universitet bitirmiş oğlansan. Nə var burada başa düşməyə? Sən o dəqiqə avtomatik əlini ayağını əsirkib, vəsiyo. Mən savadsız oldum, mən universitetimi haqq etmirəm, aparıb diplomu tullayacam, mən savadsızam. Növbə səndədir. Çox eşidinsən bu. Sən məhəllə və qız ötürsələr xoşuma gələr. Xoşuma gələr sözü var. Bax, elə bir sözdür ki, məsələn, pəncərədən tutaq ki, baxırsan, kimsə sevgilisin, ya nişanlısın, ötürür də, yəni mən özüm eləmişəm, düzdür, sevgilim falan olmayıb, bir yaxınım olub. Deyib ki, bəs belə-belə də işdən çıxıb evə gedəndə 2 nəfər oğlan var, arxamıza düşür. Mənə evə ötürə bilərsən. Məsələn, mən o şeyi eləmişəm. Ancaq deyirlər ki, xoşuva gələr. Pəncərədən baxırsan, tutaq ki, kimsə nişanlısını ötürür. Bu hal sənə xoşuva gəlir. Elə bir şey olur ümumiyyətlə, xoşa gəlir o şey. Yəni, neytraldır da bu hal. Nə sənə xoşuva gəlmir, nə deyəm, fikir bildirmək məcburiyyətində olmursan sən o şeyə. Bəlkə fetiş olanlar var. Hə də, təsəvvürlə kimsə orqazm olur, sən şey eləyirsən, kimsə nişanlısını ötürür, sən evdə məsələn siqaret yandırırsan ki, ayda, kimsə sevgilisini ötürür. Hə, nə bilim, Kimsə qısa da sevgilisini ötürdü, kimsə qısa da sevgilisini ötürdü. Kimsə qısa da sevgilisini ötürdü. Sonra su şotçiki niyə o qədər çək verir bizə? Əslində çox dərin eləyirik bu məsələni, ona görə legaldır məncə. Qaqaş palto geymişdi, qaqaş palto geymişdi, qaqaş palto geymişdi. Ağaclıq tərəfdən keçəndə yol verdi, ağaclıq tərəfdən keçəndə yol verdi. Bu qaynaqlanan, bu tipdə qaynaqlanan çox şey var əslində. Yəni, sənin bacına edilsə xoşuna gələr, nə bilim, icazə verərsən, sənin dayın qızı falan şey eləsin. Yəni, özlərinin elədiyi şeyi, öz qohumlarında bəlkə də elədikləri şeyləri insanlara irad kimi bildirmək. Sən xoşuna gələr, məsəl üçün, o vaxtı var idi, dayın qızı Facebooka girirsin, sən xoşuna gələr, məsəl üçün, əmin qızı profilə öz şəklini qoysun. Yəni, zaman elə bir zamana gəldi, çıxdı ki, bu dəqiqə hamı profilə öz şəklini qoyur, hətta qoymayanlara da pis baxırlar ki, ya fakedir, ya çirkindir, ya da ki, yaşı çoxdur deyə gül şəkil filan qoyur. Elə bir dövrə gəldi, çıxdı ki, son 10 ildə. Halbuki Facebook, Instagram təzə yayılanda insanlar buna pis baxırdılar ki, yox, ayıbdır. İndi açıq profildə paylaşım edirlər. Yəni, ən böyük manipulyasiyalardan biri də budur ki, necə deyirlər ona? Antipatiya deyirlər. Antipatiya ilə yaradılan manipulyasiya. Xoşuna gələr, kimsə sənin məhləndə filan şey eləsin, qışqırsın, nə bilim, mahnıya xod versin. Yəni, heç kimin xoşuna gəlməz. Amma sən sübut eləyə bilərsən ki, sən indiyə qədər bu hərəkəti eləməmisən. Bax, bayaqları mentalitetdən danışdım. Mentalitet nədir? Düzdür, bunun açıqlaması məsələn internetdə başqa. Düzdür, mən şəxsi bir açıqlama yaratmışam da buna. Yəni, bir şəxsi şəxsən tanımadan xarici görünüşünə və hərəkətlərinə əsasən onun haqqında bildirdiyim fikir. Məsələn, bir insan rəqs eləyir, parkdadır. Baxırsan, deyirsən, başı çatmır. Şortik geyinir, mədəniyyətsizdir.
Yəni mentalitet budur. Yəni düzdür, mentalitet yanında olduğum tərəfləri də var, qarşı olduğum tərəfləri də var, amma əfsus ki, qarşı olduğum tərəfləri daha çoxdur. Yaxşı qız bunu eləməz, yaxşı oğlan bunu eləməz. Ancaq yəni mən elə short geyinən dostlarım var ki, yəni elə təsbeh gəzdirənlərdən daha yaxşı oğlandır. Ümumiyyətlə, yaxşı oğlan treatmenti sənin üçün nədir? Yaxşı oğlan tərəzisi sənin üçün nədir? Bir yaxşı oğlan olmaq üçün 3 əsas şərt. Yaxşı oğlan olmaq üçün 3 əsas şərt. Birincisi vicdanı olmalıdır. İkincisi heç kimin hisslərindən istifadə etməli deyil. İstər sevgili, istər dost, istər müəllim, heç kimin hisslərindən istifadə etməli deyil. Üçüncüdə konkret qərarı olmalıdır. Konkret şəkildə sözünü deyə bilməlidir. Bir şey istəmirsə, istəmədiyin deməlidir. İstəyirsə, istədiyin deməlidir. Bu qədər sadə. Bəs sənə görə? Mənə görə əslində yaxşı oğlan necə olmalıdır? Birincisi, hər şeyə fikir bildirmək məcburiyyətini hiss eləməməlidir özün. Yəni bizim cəmiyyətin belə deyək də böyük bir bədbaxtçılığıdır. Hər şeyə fikir bildirmək istəyir. Plus bir insanı daşqalaq eləməyə, təbrik eləməkdən daha azdır. Sən 2 dənə post paylaş, birində çox uğurlu bir şey elə, birində səhv elə. Uğurlu bir şeyə gələn təbrik sayı, uğursuz bir şeyə gələn daşqalaq sayından daha az olacaq. Yəni birincisi bu. Yersiz fikir bildirməməlidir. Ümumiyyətlə, yəni belə deyim də, tutaq ki, homofob deyiləm mən. O halda ki, məsələn, tutaq ki də, homoseksualdır, 2 nəfərdir. Öz evlərində oturublar. Bu mənə sevdiklərimə bir nefisi var. Deyirəm. Nə oldu, yaxşı Bütün tamam. sırrı bozdum. Nə danışırdım mən yadımdan çıxdı. Homofoblar mənə və mənə sevdiklərimə heç bir zərəri yoxdur. Mənə heç maraqlı deyil ki, yəni o evin içində nə baş verir. Yəni bu ikinci podcast çəkirlər. Bu ikincisi. Üçüncüsü də ki, özünə rəva bilmədiyin heç kimə rəva bilməməlidir. Ay, sağ ol. Bu mən yaddan çıxdı. Yəni bir insan, əslində vicdanlı deyəndə sən hər şeyi götürür. Hə, daha ümumiləşdirilmiş. Ancaq bəzən elə şeylər var ki, ona qarşı vicdansızca hərəkət etmək lazımdır. Elə nüanslar var ki. Sevgiyə qarşı sevgi, nifrətə qarşı nifrət. Nifrətə qarşı. Какой ответ, такая... Какой привет, такая ответ. Nəsə belə bir şey var. Rus dilinin o qədər zəif ki. Herif, daha ne kadar dinleyeceğim bunları? Vazgeçmeseydin, gelmeseydin. Öf öf, yeter. Manipulyasiya şəkillərindən biri də odur ki, valideyn öz uşağını manipulyasiya eləyərək istədiyini elətdirir. Düzdür, bəlkə doğruya yönəlik elətdirir, bəzən səhvə yönəlik elətdirir. Amma nə olursa olsun, doğruya belə yönəltsə, bunu manipulyasiya ilə yox, izahla eləməlidir. Çünki manipulyasiya keçicidir və vərdiş edicidir. Yəni sən ona manipulyasiya evin içərisində vərdiş elətdirsən, sabah çöldə də bunu elətdirərlər. Müdürü elə eləyər, sevgilisi eləyər, dostları eləyər. Məsəl üçün evdə zibil atmaq lazımdır. Yəni onu atmağını ya izah eləməlisən, ya da sonra ata bilər. Yəni qayıdıb deməməlisən ki, Mən çıxım atım. mən çıxım atım, analıq hissindən istifadə eləyirsən. Ola bilsin ki, bu dəqiqə sən doğru olanı elədin. Amma düşün ki, sabah biri deyəcək, sevgilisi deyəcək ki, sən rəva bilirsən sevgilinə 8 martda brilyant üzük almamağa. Və yaxud da ki, dostu deyəcək ki, sən nətər dostsan, gecə saat 4-də gəlib mənə görə filan şey eləmədin. Adıma kredit götür. Adıma kredit götürmədin. Ay, sağ ol. Və yaxud da ki, müdür deyəcək ki, sən buranın çörəyini yeyirsən, amma
mən verdiyim işi eləmirsən, bu qədər adam burada işləyir səndən bir yerdə. Görürsə onlar səslərini çıxardırlar, sən səsini çıxardıb deyirsən ki, bu mənim işim deyil. Yəni manipulyasiya vərdiş eləyərək insanı bir növ manqurtlaşdırırlar. Manipulyasiya meyilli eləyirlər. Artıq manipulyasiyasız yaşaya bilmir. Sonra əskəridə də eyni şey olur. Deyir ki, sən vətən orada səni gözləyir. Bütün 10 milyon əhali sənə baxır. Sən səngərdə durmursan. Halbuki bəlkə də istirahət vaxtıdır. Öz vaxtında durub indi komandir öz vaxtına da əskəri çıxardır səngərə. Halbuki o yatmalıdır həmin vaxtda. Yəni, vətən sadəcə bir nəfərin üstündə qurulmayıb. Vətən hamının vətənidir. Yəni öz maraqlarından istifadə, öz hisslərindən istifadə edərək öz maraqlarına xidmət elətdirməməlidir heç kimi. Buyur. Yenə gəldik vətən əskərlik söhbətinə. Bax, bu hərbidəki sıxışdırma var ya. Düzdür, məsələn, dedafşeniya deyilən bir söhbət var, onu keçirəm. O konkret, yəni əskəri şəxsiyyətini alçaldırsan, yəni belə deyək də, bir əskərin necə deyək, mənliyini alçaldırsan və vətən silahdan əvvəl mənliyi ilə qorunan bir şeydir. Yəni sən elə bir onun ilkin silahını əlinə alırsan. Ancaq sırf ki var o komandirlər işlərlə, bəzi məsələn yatdığın yerdə qəfil gəlir, oyadır. Bu kimi şeylər əslində məncə psixologiyanı ziyan verir ki, psixologiyaya. Çünki məsələn də bir yer o qədər idman eləyəndə məsələn əzələ necədir, əzələ o qədər stresə düşür ki, bərkiyir. Çünki sən gələcəkdə ola bilər ki, müharibəyə gedəsən və müharibədə təsəvvürlə mülki həyatdan müharibəyə gedirsən. Sən psixologiyan onu götürməz. Ancaq sən hərbidə qala-qala sən psixologiya o qədər möhkəmləndiriblər ki, mənə belə gəlir, mənim şəxsi düşüncəm budur və artıq sən müharibə şəraitinə düşəndə bu qədər tez pes eləmirsən. Ki, qaldıq sən dediyin o valideynlərin manipulyasiyası və s. Manipulyasiyanın növlərindən biri də qorxudur. Məsələn, deyirlər ki, bax, fəhlə işləyir, oxumasın, sən də fəhlə olasan, qorxudur. Məsələn, işdən atılarsan, ac qalarsan, yəni bu kimi şeylər. Yəni manipulyasiyada yenə dediyim kimi, manipulyasiyanı belə adlandırmaq olar ki, bir şəxsin öz xeyrinə olan bir əməl üçün, öz xeyrinə və ya sənin xeyri olan bir əməl üçün sən motivasiya eləməsi. Ancaq burada belə bir problem var ki, motivasiya keçici bir şeydir. Sən dedin, məsələn, bu mühitdə onu motivasiya eləyirsən, o biri mühitə keçəndə ki, motivasiya yoxdur. Çünki motivasiya, belə deyim də, məsələn, idmanda belə bir şey var ki, deyir ki, idmana başladığın ilk bir həftə heç vaxt özünü həddindən artıq yormamağa çalış. Çünki sən ilk başda beyinə onu rejim kimi öyrətməlisən. Ki, bax, bu rejimdir. Ondan sonra beyin avtomatik olaraq bunu eləsin. Çünki, bax, belə bir şey var, bax, savad. Beyin normalda düşünəndə, qərar verəndə enerji sərf edir. Sənin tədricən elədiyin hərəkətləri beyin artıq avtomatlaşdırmağa başlayır. Məsələn, yeməyin üstündən siqaret çəkmək. Bir həftə dalbadal çəkirsən, artıq ikinci həftə sən ürəyin siqaret istəməsə belə yeməkdən sonra sən çıxıb siqaret çəkirsən. Çünki artıq beyin onu avtomatlaşdırıb. Motivasiya elə bir şeydir ki, sən başlayırsan internetdə video görürsən, səni motivasiya edir ki, get ştanq qaldır, neynə, aylım üçün bu, aylım üçün ştanq qaldırmalıyam da, yəni kontör qaldırıram, bu mənim ailəmə müsbət təsir edir. Sən gedirsən, başlayırsan idmana siqaret adətçisən, siqareti atırsan, psixologiyaya bir baskı olur. Və yaxud yemək rejimi dəyişirsən, psixologiyan biraz da sıxılır, ağır idman edirsən və beyin artıq deyir ki, nə siqaret? Nə ağırsan? Nə ağırsın sən? Bəlkə biraz yavaşlayır. Bəlkə biraz yavaşlayır. Və deyir, tələsmə də zavr. Və belə motivasiya ilə rejimin fərqi budur. Ona görə bizi motivasiya edir manipulyasiya və bu da bizim həyatımızı çətinləşdirir. Sən gəlirsən motivasiya ilə o şəraitin içində düşürsən, motivasiya ölür, ancaq sən onun içində məcbur qalmağa başlayırsan. Sən motivasiya edirlər, öz əlində sənətin ola-ola səni universitetə salırlar
Amma sən universitetdə olanda artıq o motivasiya ölür və sən orada ürəyin sıxılır. Belə. Bir dənə şey danışım. Əskəri barəsində yenə danışacağam. Bizdə əskəridə bizə zülm verən bir komandir var idi. Onun da buradan Salamlayırıq. salamlayırıq. Bizə çox əziyyətlər verirdi. Palçıqda süründürürdü. Dayanmadan şaqat vurdururdu. Yəni 1 kilometrlik yolu ancaq şaqatda gedirdi. Yəni normal addım var idi, bir də şaqat var idi. Şaqat da ki, o da ayağı yerə çırpa-çırpa gedirsən 1 kilometr yolu. Bizimlə təhqirlə danışırdı, zülm verirdi, dağıl-düzül verirdi, çox bizə əziyyət verirdi və bu insanın xasiyyəti belə idi. Acı kimsə kimlənsə söhbət eləyəndə əsəbləşirdi, sırf o söhbətə görə hamını yığırdı bir yerə. Yəni bildiyin, ağlıma gələn-gəlməyən çox əziyyətlər eləyirdi və bu onun xarakteri idi, xasiyyəti idi. O bizi düşündüyü üçün bunu eləmirdi. Bu insanın adını anonim sorğuda yazdıq. Sırf mən yazdırdım bütün uşaqlara. Mən də onlara manipulyasiya elədim. Dedim ki, bu adamın adını yazaq. Bu insan bizə əziyyət verir, işgəncə verir, şəxsiyyətimizlə oynayır, söyür, pis rəftar eləyir. Neysə, hamına oturdum, tək-tək danışdım. Yazmaq istəməyən əsgər yoldaşlarım var idi. Buna çox üzr istəyirəm, sukalıq kimi baxırdılar deyə. Mən də onlara başa salırdım ki, suka öz əsgər yoldaşını satmaq deməkdir. Sənə zülm eləyən, sənə əziyyət verən, sənin haqqını yeyən insanı şikayət etmək sukalıq sayılmır. Yəni ki, bunu biz yazmalıyıq. Bu bizim son şansımızdır. Neysə, hamına oturdum, tək-tək danışdım. Sağ olsun uşaqlardan 9 dənəsi məndən bir yerdə yazdı. 23 nəfərin 9-u yazdı. Amma 9-u yazmağı bəs elədi ki, 1000 nəfərin içərisində, səhər razvodunda, səhər yığıncağında hərbi hissənin komandiri həmin gizirin adını çəkdi ki, gizir ... gəlib. Dedilər ki, yox, bugün növbə günüdür. Növbə günü olduğuna bugün yoxdur. Dedi, əskərə nə söyübsə, onun bütün nəsli ondandır. Bütün var-yoxu ondandır. Belə bir söz dedi hamının içərisində. Bütün hərbi hissənin qabağında nəsli də getdi, qohumları da getdi, söyüldü. Amma çox dramatik yanı bundan sonradır ki, yəni digər bunun gizir yoldaşları başladı eyni şeylər bizə eləmək. Siz bizim gizir yoldaşımızın niyə adını yazmısınız? Siz beləsiz, siz eləsiz, sizdən dağılsınız. Yaxşı, anonim sorğu olub. Anonim sorğu olub. Yəni eyni şeyləri o biri eləməyə başladı. Yəni işin gülməli tərəfi. Və həmin gizir növbəti dəfə bizlə qarşılaşanda hamını yığıldı ki, kimlər mənim adımı yazıb. Bəlkə mən sizi söymüşəm, bəlkə mən sizə əziyyət vermişəm, bəlkə mən sizə... Və uşaqların heç biri normal olaraq qabağa çıxmadı, təbii ki. Çünki orada özünü yandırmaq olardı. Yəni bundan sonraki hərbi həyatında başını oynatardı. Və gizir məni təklikdə yanına çağırdı. Və ən qorxduğum anlardan biri idi. Həqiqətən əskəri həyatı Hardan bildi bu? Hardan bildi və niyə sırf məni çağırdı? O vaxta qədər də normal münasibətimiz yox idi. Gəldi, çağırdı, dedi ki, kimlər yazıb mənim adımı, bəlkə sən biləsən. Mən də dedim ki, düzgün eləməyiblər yazmaqda. Dedim, yəni, nə də olsa yazmaq düzgün deyildi, yaxşı yazmayıblar, nə bilim, mən olsaydım yaxşı yazardım, belə eləyərdim, mən iştirak eləməmişdim filan. Dedi ki, halal olsun, sən yaxşı əskərsən və hərbi hissənin axırına qədər mənə daydaylıq elədi. Yəni, onu demək istəyirəm ki, bəzi Heç vicdanlısız o rahatlıqla. Yox, çox da qəşəng oldu. Həm istədiyimə nail oldum, həm onun qanatları altında qalmağa başladım. Amma istədiyimə də bir növ nail oldum. Buyur, danış. Yoxsa danışım? Belə, manipulyasiyadan danışdıq. Manipulyasiyanın növlərindən, hərbidən, həyatın hər yerində olduğundan. İndi gələk növbəti bir yerə. Aha. Din. Din ümumiyyətlə tabu mövzudur. Tabu da odur ki, danışmağa utanılan mövzu. Elədir də mən səhv bilmirəm. Qırılmayan. Yəni, dində də var bu şeylər. Ki, insanları manipulyasiya eləyirlər. Məsələn, hal-hazırda bizim belə İslamın 5 əsas şərtindən biri nədir? Ziyarət, Kəbəni ziyarət eləmək. Və artıq o da bir
monopoliya çevrilib. Biraz rahat danış da. Çox rahat ol. Rahat danışım belə deyim də. Məsələn, Quran açıq-açıq da deyir ki, donuz əti haramdır. İçki haramdır. Ancaq biz hansısa mentora ehtiyac duyuruq. Mentor da nədir? Başda duran biri olsun, bizə izah eləsin. Və biz də başlayırıq ona inanmağa. Sonra bölünür şiə, sünni, nə bilim nə. Axırda nə olur? Özümüz özümüzə zülm edirik. Məsələn, əsas məqsəd nədir? Din nədir? Namazdan inirsən, Allaha səcdə edirsən. Mən inanmıram ki, yəni həqiqətən buna inanmıram ki, Allah gələcəkdə desin ki, sən mən şükür eləyəndə əlimi belə qoymuşdun, o biri şükür eləyəndə əlimi belə qoymuşdun. Desə belə hal-hazırda İslamın əsas problemi olur. Mən bir dənə qısa sözümü deyim, sonra qaytarıq sənə. Və yaxud da bığını qırxanda buradan qırxmalısan, buradan qırxmalı deyilsən. Dırnağını buradan başlamalısan, tutmağa buradan başlamalı deyilsən. Yəni dünyada bu qədər proseslər olur, bu qədər hadisələr olur, bu qədər cinayətlər olur. Yəni həqiqətən İslam dünyasının problemi budurmu? Corabın üstündən məhz çəkmək olarmı, olmazmı? Bunu müzakirə edirlər. Saqqız çiynəmək orucu pozur, nə bilim, deyinir. İllərdir, yəni. Hər eyni şeylər. Yəni bezmədiniz insanları bu yolla aldadıb özünüz səltənət qurmağa. Yəni bezmədinizmi həqiqətən? Yəni insanlara bir dənə mövzunu verirsən, öz aralarında danışırlar, Allahdan qorxurlar ki, saqqız çiynədim, belə elədim, elə elədim. Özünüz amma haramı saqqız kimi çiğniyirsiniz. Buyur danış. Tək şeydən söhbət eləməyək, yəni bu dini sırf idarə üçün istifadə edənlərdən söhbət eləməyək, elə cəmiyyətin özündə məsələn saqqız orucu pozur, bunu müzakirə edir. Ancaq çöldə hardasa bir səhv edir, böyük bir səhv edir, çox barədə fikirləşmir. Ay sağ ol. Deyir ki, mən saqqız çiynəməmişəm ki, orucum pozulsun. Yəni çox belə necə deyim, çox sadə bir misal verim, əslində hamımızın bildiyi bir şey. Adəm və Həvva cənnətdən qovuldu. Adəm və Həvvanın cənnətdən qovulmasının əsas məğzu oldu ki, Allah Teala deyir ki, o peyğəmbər idi, yəni o təqvalıların ən üstünü idi. Günah elədi. Yəni o belə günah eləyir. Sonra tövbə eləyir, sonra mən onu bağışlayıram. Biz hal-hazırda durub nəyə müzakirə edirik? Buğda yedir, yoxsa alma yedir? Yəni what the fuck? Yəni o məğzodur. Qardaş, sən niyə buğdadan almadan yapışmısan? Allah nə bilim, sushi yedi orada. Yəni Allah haqqı məğzodur. Yəni izah olunmaq istəyən başqa bir şeydir. Məsələn, dində belə bir şey var ki, mən bunu belə deyim də müdafiə edirəm bu şeyi. Din, o deyir, dində belə çelişkili mövzular var. Dində çelişkili mövzu səhvən olmayıb. Dində bilə-bilə olunub ki, kafirlə inanın fərqi olsun. Çünki məsələn, Nisa surəsində darabə feili var. Kimi tərcümə edir ki, bax, Quranda deyir ki, qadını vurun. Kimi də deyir ki, Quranda deyir ki, o qadından, sizə xəyanət edən qadından uzaqlaş. Yəni, budur fərq. Məsələn, adam fikirləşir ki, başlayır Nisa surəsinə Bismillahirrahmanirrahim, Rəhman və Rəhim olan Allahın adıyla, sonra deyir ki, sizə xəyanət edəni vurun. Bu Rəhman Rəhimdən başladı, bu nətə vurun deyə bilər burada. Yəni bir söz deyim, biz ikimiz də müsəlmanıq, ikimiz də Allaha inanırıq. Amma biz ikimiz də sorğulayan müsəlmanıq. Yəni biz ikimiz də həyatda status sahibi olan müsəlman olmaq istəyirik. Yəni bu dəqiqə İslam dünyası, dünya bu vəziyyətdədirsə, onun tək səbəbi həqiqətən pulu olan İslam müsəlmanların, status sahibi olan müsəlmanların dünyanın yaxşı olması üçün çox az şeylər eləməyidir. Tutarlı şeylər eləməməyidir. Yəni bu gün dünyada necə deyim, idarə edən qüvvələr müsəlman deyilsə və yaxud müsəlmanlığa uyğun hərəkətlər eləmir deyə dünya bu haldadır. Yəni ərəb şeyxləri Afrikadakı insanlara yardım eləmir deyə və yaxud da ki xristiyan olan və yaxud dinsiz olan insanların müsəlmanlardan daha çox xeyriyyə işləri ilə məşğul olur deyə dünya bu haldadır. Çünki
bu dəqiqə İslamın önündə gedən adamları hazırda mənasız işlərlə məşğul olur. Mənasız müzakirələr aparırlar, bir-birləri ilə düşmən olurlar. Adicə balaca rayonda 2 dənə məscidin mollası, yəni Türkiyə və İran vaxtı adlı mübahisə eləyirlər. Yox, mən İranla eləyirəm, yox, mən Türkiyə ilə eləyirəm. Belə mənasız mübahisələr görə, yəni İslam dünyası bu gündədir. Çünki heç biri həyatda status sahibi olmaq istəmirlər. İdarə edən qüvvə olmaq istəmirlər. Vəzifələrdə olmaq istəmirlər. Olsalar belə o vəzifələrindən istifadə edib müsəlmanlar üçün, dünya üçün, təkcə müsəlman üçün yox, sadəcə dünya üçün heç bir şey eləmirlər. Ancaq boş-boş mübahisələr, boş-boş öz sərvətini yığmaq üçün boş-boş ortaya mövzular atırlar. Yəni, məsələn, Nihat Hatipoğlu'nu götürək. Yəni, hamıdan çox qazanır, amma hər il yalandan, Peyğəmbərin kasıblığından danışır, insanları ağladır. Nə olar ki, biz sənin kasıblığını ağlayaq, sən də pulundan insanlara yardım elə. Yəni, İslam dünyası çox təəssüf ki, hazırda bu vəziyyətdədir. Bizi manipulyasiya eləyirlər, bizi hər tərəfdən manipulyasiya eləyirlər. Bəsdirin artıq. Bax, çox sadə bir şey. Bu ola bilsin ki, yəni kəsdi, heç qoymadıq. İmam Hüseyn Əzədarlığım. Bax, olmalıdır. İnsanlar getməlidir. Düzdür, zincir vurmağa, alın yarmağa, filan qan çıxarmağa bu günahdır. Sözsüz. Bax, yığışır insanlar, düzdür ora. Yəni o həmin müddət ərzində insanların meclisdə axın elədiyi vaxtı, orada o qədər insan gəlir, girir meclisin içinə də. Molla nə etməlidir? Başlamalıdır dindən danışmağa. Yəni İmam Hüseyn əleyhissalamın niyə şəhid olduğunu danışmalıdır, necə şəhid olduğunu, Fəlsəfəsini danışmalıdır. Fəlsəfə danışmalıdır. Bu insanlara belə haqsızlıq oldu, bu insanlar bu cür durdu haqqın qarşısında. Yoxsa dururlar, biri danışır ki, Həzrət Əli əleyhissalam qılıncını çəkdi, 72 nəfərin başı kəsildi, atıldı yerə. Sonra hansısa İngilis gəlir, deyir ki, Kənan, sən nəyə inanırsan? Kənan da qayıdır, deyir ki, bəs bizim o vaxt bir imamımız vardı, qılıncını çəkirdi, 72 nəfərin başı. Sonra belə dönür, gedir ki, xristiyanlıqda mən oxuyayım da, o İsa Allahın oğludur. Yəni, baxanda hansı daha inandırıcı gəlir? 72 nəfərin bir qılınc zərbəsinə baş Və kəsilməyinə. hər il eyni şeyləri danışırlar. Mən Hər il eyni şeylər danışılır. Yəni kasetə yaz qoy, hər il qoy fonoqrama getsin də. Yəni o dərəcədə eyni şeylər danışırlar. Bir il məsəl üçün IŞİD haqqında danış, IŞİDi maliyyələşdirən haqqında danış, maliyyələşdirənlər haqqında danış. Bir il məsəl üçün Amerika siyasətinin müsəlmanlara qarşı necə mövqe almasından danış. Bir dəfə Rusiya, bir dəfə İranın öz içərisində olan agentlərindən danış. Yəni insanları maarifləndirmək üçün məsciddən gözəl mühit yoxdur. Çünki pul vermirsən. Heç bir maddi marağı yoxdur. Yəni insanlar sivil şəkildə bir yerə yığışa bilirlər. Yəni bunu başqa bir yerdə, bir stadionda tapmaq olar, bir məsciddə tapmaq olar. Amma sən o insanların orada bir yerdə sülh içərisində dayanmağından istifadə edə bilmirsən, onlara hər il eyni şeyi qulaq asdırırsan. Gəncləri ora cəlb eləyə bilmirsən. Gənclər əvvəlki kimi məscidlərə getmir. Mənim kimi gənclər artıq getmir. Çünki mollalar məndən savadsızdır. Mənim dini savadım yoxdur, amma mollalar məndən də savadsızdır. Eyni şeyləri danışırlar. Nə siyasi bilikləri var, nə mədəni bilikləri var. Sən onlara yeri gələndə Marveldən belə nümunə çəkməlisən. Məsələn, Marvelin müsəlman personajı yaratmağının səbəblərindən belə açıqlama verməlisən. Amma Marveldə sən deyəcək, o nədir? Marmelad zaddır. Məsələn, 200 qüllələri təyyarə ilə partlatdılar. Adını qoydular İslam elədi. İslam. Sən dur danış ki, 30 nəfər adama danış ki, əslində bu belə-belədir. İslamı pis göstərmək üçün belə bir addım atdılar, cəmaatın gözündə İslamı pis atdılar. Yəni bu 30 nəfərdən ən azından biri gələcəkdə hansısa Amerikalının qarşısında duracaq. Amerikalı buna belə bir şey deyəcək, o da deyəcək ki, yox, my brother, əslində bu belə olmuşdu. Yəni budur da, məsələn, ən elementari uşaq vaxtı yeməyi yeməyəndə, yeməyin yarımçıq qalanda nə deyirdilər? Allah baba əsəbləşər, Allah baba. Yəni bu cür istifadə ediblər də bundan. İnsanları normal şəkildə sorğulamağın qarşısını aldılar ki, sən dini fikirləşmə, kişi, get əyil, dur, danış. Quran ərəbcədir,
Yəni Quran ərəbcə olmalıdır, namazın sözləri ərəbcə olmalıdır, müəyyən dualar ərəbcə olmalıdır. Ancaq ya əli sözü məsciddə niyə ərəbcə asılı? Onlar yəni bizim daxillərində olan millətimizə o qədər zülm eləyirlər orada. Ermənistana o qədər köməklik eləyirlər. Yəni İran həqiqətən bu siyasiyə qaçır mövzu biraz. İran həqiqətən İslam dövlətidirsə, niyə Qarabağda məscidin içində donuz saxlayan bir dövlətə köməklik eləyir? Ay sağ ol. Yəni Paşinyanın nə işi var orada? Biraz siyasi mövzulardır. Biz yəni Bir dəqiqə siyasətçi yenə deyilik. sözümü kəsirəm. Bax da, təsəvvür elə, sən İslam şeysən, İslam dövlətisən də, İran İslam dövlətisən. Bir dənə ordu Mərsiyə deyə girir müharibəyə. Bir dənə ordu xaçı öpə-öpə. Sən İslam dövləti olaraq xaçı öpə-öpə müharibəyə girən adamlara dəstək verirsən. Niyə? Nəsə çox siyasi danışmaq istəmirik. Bizim o qədər savadımız da yoxdur siyasət haqqında danışmağa. Ya özümüz üçün nələrsə bilirik. Amma yəni bildiyimiz bir şey odur ki, bu dəqiqə gənclik normal şəkildə maarifləndirilmir. Gənclik heç nəyə aid eləyə bilmir. Dövlət siyasətinin, hakimiyyət siyasətinin, dövlətlə hakimiyyətin fərqini, yəni ümumiyyətlə belə şeylərin heç birini aid eləyə bilmir. Dində nə olar, nə olmaz. Yəni Kənanın dediyi kimi deyir, Allah baba əsəbləşər. Yəni yetəri qədər İslam İslam haqqında biliklər əldə olunsaydı, Allahın heç bir cinsiyyətə sahib olmadığını elə o yaşda uşağa yeridərdilər. İkinci bir məsələdə onu qorxu ilə yox, yeməyi gec yeyəndə orqanizmdə hansı fəsadlar törədilə bilər, onu başa salmalıydılar. Yəni hər şey belə davam eləyir. Qorxu ilə, heç bir araşdırma, heç bir necə deyim, sorğulama olmadan bizə öyrədilir. Bunu eləmə dişlərin tökülər, bunu eləmə filan şey belə olar. Halbuki onun alt mənası tamam başqa bir şeydir. Sadəcə bizə çox dayaz formada göstərilir. Buyur, danış. Bax, çox elementar bir sual vermişsən. Aha, Allahın 99 adı var, düzdür? aha. Niyə Allah adından başqa digər adların hamısı uşaqlara qoya bilirik, bir dənə Allah adını qoya bilmirik? Cavabını bilmirəm, nə yalan deyim. Mən də deməyəcəm cavabını, o fikirləşsinlər. Qoy fikirləşsinlər. Ümumiyyətlə, Türkiyədə səhv eləmirəmsə, Məhəmməd adında az adamı qoyurlar. Yəni, niyə elə olur, bax onu da bilmirəm. Yəni, Məhəmməd gözəl addır. Amma niyə qoymurlar? Mövzu tükəndi. Mövzu tükənmədi, əslində danışacaq o getdi. qədər şey var ki, adam fikirləşir ki, mən bunu danışım mı? Danışım mı, danışmayım mı? Yəni, Danışım mı, məsələ manipulyasiyadan gedir. Yəni, ən böyük manipulyasiyalardan biri də elə din adamlarının elədiyi manipulyasiyadır. Kütləni əldə tutmaq üçün, kütləni öz istiqamətində yönəldmək üçün, bir növ insanların Allah sevgisindən istifadə eləməsi üçün. Məsəl üçün, baxırsan Mərsiyə oxuyur, ağlayır, özünü öldürür, belə qəribə də ədli fason səslər çıxardır. Mərsiyə qutandan sonra gedir çöldə sigaret çəkə-çəkə dostları ilə deyib gülür. Yəni, həqiqətən İmam Hüseyin üçün pis olan insan, yəni, niyə 5 dəqiqə sonra başlasın deyib gülməyə, zarafatlaşmağa? Yəni, İmam Hüseyin elə bir şəxsiyyətdir ki, Hindistanlılar belə, bütpərəstlər belə onun azadlıq uğrunda verdiyi mübarizəyə görə ona hörmət edirlər, ondan sitatlar gətirirlər. Hətta xristian alimləri belə, yəni onun mübarizəsini təqdirə layiq görürlər. Amma sən o insanın fəlsəfəsini, o insanın nə uğrunda döyüşdüyünü qırağa qoyub, sırf onun ölməsinə ağlayırsan. Yəni İmam Hüseynin bir sözü var ki, əgər mənim ölümümdən sonra azadlıq yaşayacaqsa, belə olmalıdır, səhv eləmirəmsə. Qoy, ey qılınclar, doğrayın məni. Yəni, bu insan azadlığı bu qədər çox sevib ki, yəni, qılıncların doğranmağına belə yəni, razı olub. Yəni, bu insan taxtı tacı da seçə bilərdi, var dövləti də seçə bilərdi, qaçmağı da seçə bilərdi və gedib başqa yerdə tərəfdarlarla özünə dövlət də qura bilərdi. Amma İpilus, üstəgəl sözümü də balına kəsirəm. Öz canın var. Bir də övladların canı var. Övladların canı sənin canından daha şirindir. Onları da belə qurban yəni, verirsən. bu insan öz fikrini, öz istəklərini yerinə yetirmək üçün yəni, şəhid olub.
Amma sən bu gün öz fikrini azad bir şəkildə müdirinə deyə bilmirsən. Yəni gedirsən orada İmam Hüseyn üçün ağlayırsan, amma sən deyə bilmirsən ki, mənim maaşımdan niyə tutmusan? Niyə mən 5 dəqiqə gecikmişəm deyə mənim maaşımdan kəsirsən? Utanırsan, qorxursan. Fikrini heç harda deyə bilmirsən. Mən faktik olan bir şey deyim. Bizə köhnədən qalmış bir fikir var ki, özünü ilişdirərsən. Yoxdur elə bir söhbət hal-hazırda. İlişdiyimiz qədər ilişmişik zaten. Yəni bax mən belə bir şey deyim də, indi siyasətdən danışdıq. Bu şeyi demək istəyirəm. Məsələn, bizim rayonda Gənclər Mərkəzinin binası var idi. Biz uşaq olanda bizə deyirdilər ki, bəs belə-belə də büdcədən pul yemək filan, bəs məkan bu cür şeylər üçün qurulub filan, bəs. Biz də buna inanırdıq. Amma sonra vaxt oldu ki, mən oranın qapısını açdım, girdim içəri. Gördüm ki, həqiqətən yəni auditoriya tamam başqadır. Həqiqətən orada insan var ki, məsələn, Mirəli Məmmədov. Yəni bildiyin o insan, necə deyim, heç demir ha bu mənim işimdir. Deyir bu Kənandır. Bu məharəti olan bir gəncdir. Bu gəncdə bir işıq var. Başlayır sənin üçün nə bilim, gecə yatanda zəng vurursan hansısa bir köməkliksə göstərir. Yəni heç deyiləm orada. Yəni əvvəl Gənclər Mərkəzinin könüllüsü olmuşam, indi hal-hazırda deyiləm. Yəni bu gün hal-hazırda nəsə bir problemim olur, zəng vururam, sıra azı həll eləyir. Oranı məsələn biz 9-cu sinifdə oxuyurdum. Rap battle eləmək istəyirdik. Biz məsələn fikirləşdik neyiniyək? Gənclər Mərkəzi, yəni 0,1 milyonda bir ehtimal kimi baxırdıq ki, biz ora gedərik, onlar bizə nəsə dəstək göstərər filan bəs məkan. Getdik içəri, salam əleykum, əleyhissalam. Bizim bir planımız var, belə bir plan, okey. Yəni biz belə deyək, şoka düşdük ki, yəni bunlar bunu edirlər həqiqətən. Sonra qaldırdılar, dedilər ki, burada kinoteatr var. Bəs bilet 5 manat idi filan nəsə. Bizim rayonda kinoteatr var ki. Bəs filan yerdə kafeteriya var. Çayzad gəlib gənclər oturub içə bilər, xoş vaxt keçirir. Baxırsan ki, yəni bunlar nə danışırlar? Salam yolla da buradan. Gənclər Mərkəzinə salam. Mirəliyə, Talih Babayev. Mirəliyə, Talih Babayeva və digər bütün işçilərin hamısına salam göndərir. Yaxşı, həmişə heç zaman unudulmaz. Canla başla işləyirlər həqiqətən. Hətta tir atıcılıq nədir? İndi hal-hazırda getdim mən ora. Düzdür, hal-hazırda könüllü deyiləm, ancaq yenə də mən arsız kimi gedirəm, hər dəfə qəbul edirəm. Belə də istifadə edənlər var. Arada mən qoyuyorum da orada. Yəni son model kompüterlər, internet falan hər şey bomba kimi. Kaş düzdür, mən orada olan vaxtı olaydı həmişə. Amma hal-hazırda o şansı yaradıblar. Hal-hazırda o şans yarana bizim gənclər neyinir? Makasin geyinib, əlinə təsbih götürüb, çayxanalarda qəlyan çəkib, söhbətlər həll eləməyə çalışırlar, bir-birlərin alçalmağa çalışırlar və kim üstündür oyunu oynayırlar. Yeni il gecəsi yadındadır. Deməli, yeni il gecəsi oturmuşuq, saat 12 təzə olub da, yəni təzə yeni ilə girmişik. Nəsə 3-4 dənə oğlan oturub kafedə. Növbəti 3-4 dənə oğlan da gəlib nəsə keçəndə, nəsə kimsə haqqında danışanda gəlib deyir ki, siz bizim haqqımızda danışırsınız, gədə çöldə söhbət edin. İndi girib, yəni Doğuşan ilə təzə girib təsəvvürlər. Doğuşan ilə xəbəri yoxdur. Doğuşanın xəbəri yoxdur. Bunlar getdilər çöldə dava eləməyə getdilər. Çıxanda tapa bilmədik. Yəni onlar çıxdı, biz Doğuşan yığdıq ki, burası sən bilirsən, haradasın. Yəni bunlar уже davaya getdilər də. Söhbət oradan gəldi çıxdıq biz. Biz harada? Nəsə Mirəli Məmmədova təşəkkür. Nəsə, onu demək istəyirəm ki, manipulyasiyalara uymayın. Öz fikriniz olsun. Öz azad şəkildə fikrinizi irəli sürün. Sizə bir mikrofon uzadılanda, nəsə bir siyasi mövzu barəsində sual veriləndə qorxmayın. Əgər təhqirsiz formada fikrinizi ifadə edirsinizsə, buna görə heç kim sizə nəsə deyə bilməz. Öz azad fikriniz olsun. Kimsə icazə verməyin sizi qorxudaraq, nə bilim, səni tutarlar, səni öldürərlər, səni belə eləyərlər, atom nə deyər, anom nə deyər, qonşu nə deyər. Öz azad fikrinizi deyin. Mentalitet də olsa, siyasi mövzu da olsa, iqtisadi mövzu da olsa deyin. Hansısa bir kənd məktəbində direktor 8 marta görə pul yığırsa və bu hal davam edirsə, bu Təhsil Nazirliyinin problemi deyil. Səs çıxartmadığınız üçün artıq sizin probleminizdir. Təhsil Naziri evində yatıb
bütün kənd məktəblərin 8 martda bir-bir gəzib bütün telefon mesajlarını oxuya bilməz ki, görüm mən burada nə baş verir. Amma sən özün görürsən ki, elə bir hadisə olur, cəmaət səsini çıxardır, işdən çıxır. Əvvəl necə idi düşüncə, bunu eləmə, ilişdirərlər bizi. Və İlişdirirlər, yox. ən böyük manipulyasiya şəkli bax o ilişdirərlər səni. Qorxulmaq. Nə bilim, adın işverənə çıxar, nə bilim, işverən elə bir şeydir ki, məsəl üçün adi oturan insanı şərrləyirsən. Heç bir şey eləmir halbuki. Amma bu insan qanun pozuntusuna yol verirsə, bu insan kütləyə, fərdlərə qarşı zərər verirsə, kasıb valideyni 8 mart hədiyyəsi almağı məcbur edirsə, bu insan haqqında sənin tədbir görməyin işverənlik sayılmır. Və ipil sözlü balla kəsən, bunu mütləq şəkildə deməliyəm də. Ola bilər ki, məsələn, sizə nəsə biri pis bir şey eləsin və siz istəyirsiniz ki, öz ədalətinizi özünüz bərqərar eləyəsiniz. Ancaq yəni düşünməyin ki, bu düz bir şeydir. Yəni bugün biri başlasa, sabah 5-i, 10-u, 15-i bu formada davam eləsə, ay yaşa. Yəni ona görə çalışın ki, bir vəziyyət varsa, onunla məşğul olan hansı qurumdursa, yönləndirin ora. Yəni sizin öz haqqınızı tələb eləmək üçün kimsə məni söydü, mən gedim onu bıçaqlayım, öldürüm, sonra düşüm həbsxanaya. Yəni düzdür, yəni məsələn mən Azərbaycanlıyam, cavan uşağam, kimsə söysə əsəbləşərəm. Ancaq yenə deyirəm, hansısa bir şərəfsizə görə mən istəmirəm ki, mənim atam otursun evdə fikir eləsin ki, gül kimi uşaq həbsxanada qaldı. Hansısa bir şərəfsizə görə. Yox, o mədisinlər ki, Kənan sən iş verən, sən ondan qorxdun deyə ona heç nə eləmədin, onu polisə verdin. Ancaq yəni fakt sübut budur. Bu həyatda heç nə mənim ailəmdən dəyərlidir və mən ailəmi qəmə, kədərə, düzü vaxtında bəzi səhvlər eləyib salmışam, ancaq bundan sonra salmaq kimi bir fikrim yoxdur. Yəni ona görə belə bir şey haqlarını istifadə eləmişsən. Hə də, dolub. Dan, ayamda. İstəsən də olmaz bundan sonra. Yəni belədir qardaş. Get problemi və salam əleykum, əleyhissalam. Belə bir şey olub, məni yormuyor. Həll edin. Bu qədər, sadə. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, sıxılmadan baxdınız. İnşallah növbəti videolarda fərqli mövzulara yer verəcəyik. Özünüzə müğayət olun. Sən nəsə bir sözün varsa deyil. Mən fəxr edirəm ki, Azərbaycanlıyam və həqiqətən fəxr edirəm ki, Azərbaycanlıyam. Onu dedin də. Nə qədər burada problemlərdən danışsaq da, nə qədər bizim problemimiz olsa da, biz yenə xalq üçün, dövlət üçün, deputatlığa seçilirsən. xalq üçün, dövlət üçün, mən sənə bilmirəm, mən lazım olsa azda qalaram, ancaq Sən özünə görə az qalarsan. çıxıb Amerikaya getməm. Sən xalq üçün, dövlət üçün neyləyə bilərsən? Özün üçün gücdən nəsə. Bəlkə gələcək, bax gələcəkdə şəhid olsam bu videonu paylaşarsın. Instagramda Görürsən paylaş. manipulyasiya, bax manipulyasiya budur. Tam olaraq budur. Şəhid olmağından istifadə eləyib duyğu sömürüsü yaranır. Şəhid olmağımdan istifadə edirəm. Ola bilmə ehtimalından istifadə eləyir. Vallahi manipulyasiya budur. Bax görürsən Allah belədir. düz. Sən yəni kamera qabağımda olmağa baxma. Kameranın çölündə də mən belə biri görürəm. Kameranın çölündə yoxsa sən çöldə olanda? Kameranın çölündə bu nə deməkdir? Çöldən tut çəkirsən. Kamera qarşısında olmayanda. Hə. Da belə bir insanım da mən. Yəni burada nə tərsənsə orada da eləsənə. Dövlətpərəst. Qardaş düzünə dövlət. Mən fəxr edirəm yenə deyirəm. Mən də dövlətimi sevirəm. Yəni ona heç kimin şübhəsi yoxdur. Yəni dövlətimi o vaxt sevmərəm ki, gedərəm bu bəzi müxalifətçilər kimi nə bilim, mən ermənilərlə qardaşam, ermənilər ürəkdir, nə bilim, onlardan alaram. Buran kəsəyə, bu kiçik danışırıq biz. Kəsəyə biz də danışırıq. İkinci podkastdan ləğv olacaq qapat. İnşallah bizi tutmazlar. Neyse. Ses nə demədi ya, biz nə dedik? Nə demədi də, bir bəxtlərdən girdin dövlətdən çıxdın. Hər ehtimala qarşı o da qurban olub. Oldu, özünüzə müğayət olun. Sağ olun. Sağ Ola bilər gələn podkast olmasın. Buraları kəsəysən, məsələn.